Gəlin sizə çoxlarının tanımadığı fərqli bir şirniyyat məkanı göstərim. Deyilənə görə bura Bakıda ilk və tək təbii marmelad mağazasıdır. İçəri daxil olanda adamın xoşbəxtlik hormonları yüksəlir. Buranın bənzər mağazalardan çox önəmli bir fərqi var. Şirniyyatların hamısı elə burada hazırlanır. Marmeladlardan tutmuş şokoladlara qədər hər şey. Özü də heç kimdə olmayan, yalnız özlərinə məxsus reseptlərlə. Yəni burada yediyin şokoladı və ya marmeladı başqa heç yerdə yeyə bilməzsən. Çünki bu resepti yalnız özləri bilir. Bura xüsusilə marmeladlarına görə Bakıda adla tanınır. Şəkər miqdarı çox da yüksək olmayan, jelatinsiz, yalnız pektinlə hazırlanan halal və vegan tərkibli marmeladları rahatlıqla buradan ala bilərsiniz. Niyə rahatlıqla deyirəm? Çünki bu məhsulları hazırlayanları şəxsən tanıyıram. Belçika şokoladından hazırlanan şokolad növləri çox ləzzətlidir. Leyla sanki möcüzələr diyarına düşmüşdü. Burada başqa nələr var? Məsələn, Dubay şokoladları, hədiyyəlik qutularda çərəzlər, lokumlar, meyvə quruları, mochi desertləri, meyvəli çaylar, dondurma çeşidləri və s. və ilaxır. Bir də belə qablarda tiramisu, spangle, magnolia, trifle kimi adamın ağlını başından alan şirniyyatları da çox mükəmməldir. Hətta təsəvvür eləyin ki, bunlardan bir qaşıq alırsan, üstündən çay içib dadını itirmək istəmirsən. Məkana özəl quş südü və blinçik tortu da əlaydı. Ümumiyyətlə, keyfiyyətli və orqanik şirniyyat axtarırsınızsa buranı yadda saxlayın. Bir də məkanın meyvəli waffleları üçün ürəyimiz getdi. Məhsulları onlayn sifarişlə də əldə edə bilərsiniz. Marmalady Azadlıq prospekti 125 ünvanında Bakı Sağlamlıq Mərkəzinin yanında yerləşir. Və təbii ki, bura gəlmişkən biz də buradan əliboş çıxmadıq. Əməyi keçənlərə və izləyənlərə təşəkkürlər.